Allah rəhmət eləsin. Gözəl şairimiz Yetim Eyvazda yazıb ki, daha eşidilmir şirin səsimiz. Daha eşidilmir şirin səsimiz. Daha korlanıbdır, görmür gözümüz. Hanı Təbrizimiz, hanı Göyçəmiz? Ağla gecə gündüz, ağla savalan. Nə olub sən axı, ay Azərbaycan? Asanca yollara çəkdik həsar bənd, hay verdik Erməniyə neçə şəhər kənd. Gözləri yolda ağlayır Dərbənd, Samurun postunda diyanı bilan. Nə olub sən axı, ay Azərbaycan? İtib batıb, dostum o xoş çaxanı, zindan qazamaqdı Qaradağ tanı. Sən məndən soruş ki, Qarabağ hanı? Deyim püskündədir bu at natavan. Nə olub sənə, ax ay Azərbaycan? Kimisi var dövləti biçdi vətəndən, kimisi var topladı keçdi vətəndən. Alim professor köçdü vətəndən, alimlik eləyir hər zurna çalan. Nə olub sənə, ay Azərbaycan? Qiyməti düşübdü kaman tarında, girdin nə görürsən kafe barında. Ya Rəbbim, ya Rəbbim, bu nədir metrolarında? Jiton əvəzinə satırlar Quran. Nə olub sən axı, ay Azərbaycan? Nə olub sən axı, ay Azərbaycan?